Salam əziz izləyicilər, bu günləri mən vişne salatı eləmək istədim. Dedim mövsümü başlayıb, ilkinin süftəsini başlayaq. Deməli, hardasa 200-300 qram arasında vişne edir. Bunları qəşəngcədən topuzla və yaxud da nəyinsə stəkan arxası ilə əzişdiririk və tumlarını rahat şəkildə çıxardırıq və biraz da soku çıxır özünün. Bu qabını dəyişmirik. Pomidor, 2 dənə iri pomidor idi. Bunu da istədiyiniz formada, yəni şərt deyil, ya xırda, ya böyük, ya halqa fərq eləmir, necə istəyirsiniz. Doğrayıb üzərinə tökürsüz və qırmızı soğan bir baş, onu da şərt deyil, xırda-xırda doğrayasan və yaxud da ki, necə deyim, halqa varı doğrayasan, heç bir fərqi yoxdur. Ürəyin istədiyi formada doğrayırsan, onun üzərinə tökürsən və qarışdırıcıyıq təbii ki, ən sonda. Bu arada yorum yazıb, like atıp, abone olmağı da unutmayın. Əzizlərim, canlarım, gözlərim, bacınızı sevindirin. Belə deyək, abone olma, bir tık etmək, heç bir kəsə bir ziyanı olmaz, bacınıza xeyir olar. Əvvəlcədən təşəkkür edirəm. Sonra göyərçini də doğradım və üzərinə nar şarap tökdüm və yaxud da ki, nar suyunuz varsa və yaxud da alça turşunuz varsa fərq eləmir. Turş nəsə bir şey evdə Allah yetirənlə nə varsa üzərinə tökə bilərsiniz. Göyərti şüyüdlə mən reyhan elədim və sarımsaq, 2 diş sarımsaq elədim. Çox xırda deyildi, orta ölçülü idi. Bunlar qəşəngcənə qarışdırırıq ki, vişnelərlə qarışsın deyə və soğan ölsün. Duz istiyor, zövqə görə eləyirik. Mən çalışdım ki, xaladenikə qoyarkən vişnelər pomidorların üst hissəsində olsun ki, suyunu rahat salsın və sonunda çox gözəl bir sokunu, ləzzətini salmışdır. Tamı da möhtəşəm idi, soğan da ölmüşdü. Tamam başqa bir cür salatdır. Yəni əsl mövsümü salatdır. Nuş olsun.